Salam, bugün birinci qruplar üçün təşkil olunmuş ikinci şans qəbul imtahanına düşən belə bir suala baxırıq. Qrafika verilmiş, düz xəttin tənliyini yazın. Verilmiş sual funksiyalar və qrafiklər mövzusunu əhatə edir və 9-cu sinif proqramına uyğundur. Bu tip misallarda ilk növbədə nəyə baxırıq? Qrafikin, deməli, absis oxu ilə əmələ gətirdiyi bucağın dərəcə ölçüsünə fikir verməliyik. Bu dərəcə ölçüsünün tangensi k-ya, yəni mütənasiblik əmsalına bərabərdir. Bu da, deməli, tangens 135 dərəcə. 135 dərəcə bilirik ki, ikinci rübə düşür və ikinci rübdədə tangens mənfi qiymət alır. Tangens 45 dərəcədə aldığı qiymət 1-ə bərabərdir. Onun da mənfisi mənfi 1. Ümumiyyətlə, düz xəttin tənliyini yazaq və qeyd edək ki, y bərabərdir kx üstəgəlsin b olduğundan b parametrinin qiymətini tapmalıyıq. K-nın qiyməti məlumdur. B-ni tapmaq üçün isə çox asan bir üsul var. Belə ki, gördüyümüz qrafikdə olan qiymətləri, yəni A nöqtəsinin deməli absis qiymətini və ordinatını yerinə yazsaq, deməli bu nə deməkdir? A -2, 3 nöqtəsində yerləşir deməkdir. Və beləliklə də verilmiş tənlikdə gətirib yerinə yazaq. -2 x-in yerinə qoyuruq, 3-ü isə y-in yerinə qoyuruq və hesablasaq, buradan alınır. 3 bərabərdir -2 k. K-nın qiyməti də -1 olduğundan -1 vurulsun -2. Onun da üzərinə b gəlirik 3-ə bərabər olmalıdır. Deməli, b-nin qiyməti 1-ə bərabərdir. B-nin də qiymətini tapdıqdan sonra düz xəttin tənliyini artıq yaza bilərik. Yazırıq, y bərabərdir. K-nın qiyməti -1-dir. X-in qabağına mənfi atırıq. -x. B-nin də qiyməti 1 olduğundan üstəgəl 1. Və beləliklə düzgün cavab B-dir.